8 Mart haqqında bilmək lazımdır ki, möminlərin 2 bayramı var. Hansı ki, möminlərə icazəli deyil ki, onlardan başqa bayram qeyd eləsin. Bu da Qurban bayramı ilə Ramazan bayramıdır. Bu bayramlarda hədiyyələşmək, bayramlaşmaq, hətta bu bayram üçün sevinmək icazəlidir. Amma bu 2 bayramdan başqa bayramlar, xüsusən də qeyd olunan 8 Mart, çünki bunun əslinə gedib baxsan, Rumluların və kafirlərin Amerikanın hansısa ştatlarında qeyd olunan bayramlardır. Halbuki bundan qabaq 28 fevralda qeyd olunurdu. Ondan sonra bu da, yəni qeyd olunma səbəbi də onların, qadınların azadlığı üçün idi. Azadlığına görə 28 fevralda keçirilirdi və ondan sonra 8 Martda bir qadını öldürdülər azadlıq uğrunda və o qadına görə həmin 8 Martı bayram kimi keçirirlər. Və bunun tarixi də hamısı da kafirlərdən gəlir. Yəni müsəlman necə özünə yaraşdırır, özünə sıxışdırır ki, kafirlərin qeyd etdiyi bayramı, hansı ki bu qadın azadlığı. Yəni qadın azadlığı deyiləndə İslam qadına dəyər verir, azadlıq verir daima. Amma bunların qeyd etdiyi qadın azadlığı, qadın çılpaq gezməlidir, qadına heç kəs mane olmalı deyil, qadının öz iradəsi ilə, öz istəyi ilə istədiyini eləyə bilər kimi azadlıq yəni vakansiyalar var. Hansı ki bunlar yəni azadlıq deyil, bu dünyanın və öz nəfsinin qulu olmaqdır. Amma İslam isə gör qadına nə qədər dəyər verir ki, Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, kişilərin şəriət çərçivəsində qadınların üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır. Yəni ildə bir dəfə qadına hörmət etmək bu qadını dəyərləndirmək deyil. İldə bir dəfə qadın bayramını təbrik etmək, ona hədiyyə vermək, onun üçün yəni xoş sözlər demək bu qadının azadlığı, qadının bayramı deyil. Müsəlman isə, İslam isə qadına o qədər dəyər verir ki, həmişə, daima qadına hədiyyə verməlisən, qadına xoş söz söyləməlisən, qadını dəyərləndirməlisən hər anında. Amma bir gün qeyd etmək, başqa günlərdə qadını başlı başına buraxıb, öz nəfsinə buraxıb, öz istəklərinə buraxıb və qadın azadlığı adı altında istəmək ki, qadınlar çılpaq olsunlar, kişilər də baxıb onlardan həzz alsınlar, bu qadın azadlığı deyil, bu qadınları kişilərin qul etməsidir. Əsl azadlıq, əsl dəyər İslamdadır. İslam nə qədər hədislərə baxsan ki, qadınlara necə gözəl dəyərlər verir. Qadınlara nə qədər haqlar verir. O haqlar verir ki, kişi qadını vura bilməz. Kişi qadına ağır söz deyə bilməz. Hətta kişi qadına yardım eləməlidir ev işlərində və yaxud başqa məsələlərdə, hansı məsələlərdə ki, qadın əziyyət çəkir, çətinlik çəkir onu yerinə yetirməməkdə. O qədər çox dəyərlər verir. Amma müsəlman artıq bu günləri qeyd edib, kafirlərin bayramını qeyd edib, hansı ki, müsəlmanlara yaraşmaz bunu etmək, artıq bu, yəni müsəlman yəni öz əməli ilə özünü zəlil günah sayılır. Özünü yəni kafirlərin yolu ilə kafirlərin yoluna tabi olmağa salır. Müsəlman izzətlidir. Müsəlman hörmətlidir. Müsəlman öz bayramını qeyd etməlidir. Kafirlərin dalınca getməli deyil. Allah Subhanahu taala bizi bağışlanan qullarda etsin. Subhanallah, bihamdik, əşhədən la ilahə illə əntə, əstəğfiruka və etûbü ilayk. Kanalımıza abunə olmağı unutmayın.